Bax, kişi boşanmaq istəyirsə problem hər ikisində olur. Və qadın boşanmaq istəyirsə problem cəmiyyətdədir. Çünki heç bir qadın normal, doğmalıq hissi verən, rahatlıq gətirən, qadın nəvazişini və sevgisini ortaya qoya bildiyi yerdən qaçmaz. Məncə mütəxəssis kimi tam məsuliyyətlə deyirəm. Qadın təbiətində öyle Avropada da belədir, Amerikada da belədir, dünya hər yerində belədir. Dünyada qadın fahişəlik, fühuşun yayılmasının səbəbi kişilərin nəfsidir. Bunu qadınlar eləmir. Ailələrin dağılmağında ilk səbəbi kişilərin davranışıdır. Qadınları da niyə axtarırsınız? Anlamı, bir özünüzə sual verək də. Mən bu qadını, bu olur, nadir olur, toksik qadınlar, xəstə qadınlar var. Qardaş istəmir də, bu ailə qadını deyil. Zorla niyə saxlamısan? Bu ayrı mövzudur. Amma var ki, insan ki, doğrudan sevgi və nəvaziş axtarır. Səndə bunu tapa bilmir. Neynəməli, ömrünü dağıtıb çürütməlidir. Söhbət qadından gedirsə. Kişiyə də aiddir bu. Yəni, eyni dərəcə kişiyə də aiddir.